Salam, hər vaxtınız xeyirli olsun. Bu videoda belə bir sualın izahına baxaq. Burada diqqətlə baxsaq, 16 bizdə 4-ün kvadratını verir. Yəni bu kvadratların içərisində olan ədədlərə baxırıq. Bu 5-in kvadratını verir. Bu 6-nın kvadratı. Bu 49 isə 7-nin kvadratını verir. Və biz ümumi baxsaq, 4-ün kvadratı, 5-in kvadratı, 6-nın və 7-nin kvadratı. Deməli, 4-ün kvadratından əvvəl bu kvadratın içərisində 3-ün kvadratı olmalıdır. Yəni, rəqəm bu sual işarəsinin yerinə 9 olmalıdır. Yaxşı, bəs bu sual işarəsi nə olacaq? Biz bu çevrənin içərisində olan ədədin rəqəmləri cəminə baxsaq, 4, bu 5, bu dairənin içindəki ədəd isə bizə 6-nı verir rəqəm cəmi olaraq. 4, 5, 6. Deməli, 4-dən də əvvəl bu dairənin içərisindəki olan ədədin rəqəmləri cəmi bizə 3-ü verməlidir. Sualımızın doğru cavabı 9 ilə başlamalı olduğuna görə elə C variantı bizim sualımızın doğru cavabı olmuş olur. Yəni 9 və 12.